Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve lanetullah ala adayim ecmain. Allahümme accil ve likel fərəc. Deməli, bizim bir dəstə rivayətlərimiz də digər məsum imamların əleyhissalamın nəslindən İmam Mehdəd Cəlallah fərəcəhin olmağını şara vurur. Nəinki biz əvvəldə zikr elədiyimiz kimi Peyğəmbər salavatullah, xanım Zəhra salamullah aleyha, yaxud Həzrət Əli aleyhissalam. Məsələn, hədislər var ki, biz baxırıq ki, İmam Hüseyin aleyhissalamın nəslindən və hətta 9-cu övladının olması qeyd olunur. Məsələn, Kafidə Əbu Bəsirdən gələn mötəbər hədisdə İmam Baqir aleyhissalam deyir ki, Yəkunu tis'ətü əimmətin bə'dəl Hüseyin bin Ali aleyhissalam tasi'uhum qaimuhum əcəlallah fərəcə. Ki, İmam Hüseyin aleyhissalamın nəslindən, yəni ondan sonra 9 dənə imam gələcək ki, onların 9-uncusu kimdir? Ləqəbi ilə deyir ki, Ağa İmam Məhdəd Cəlallah fərəcəhdir. Və başqa bir hədisdə mərhum Şeyx Səduq rəhmətullah aleyh Salman Farisidən Əl-Xisal kitabının 475-ci səhifəsində nəql edir ki, Peyğəmbər sallallahu deyir, yanındaydım, yanına daxil oldum. Daxaltu alən nəbi sallallahu aleyhi və aleyh və idəl Hüseyin aleyhissalam ələ fəxizəyhi və huvə yuqabbil əynəyhi ki, deyir, Allah Resulü sallallahu aleyhi və aleyhin yanındaydım, daxil oldum yanına, gördüm ki, İmam Hüseyin aleyhissalam Həzrətin əyaqları üzərində oturub, onun gözünü və ağzını öpüb, dedi, sən seyyidsən və seyyid övladısan. Əntə seyyidun və ibn seyyid. Əntə imam, ibn imam. Əbul əimmə, əntə hüccə, ibn hüccə, əbu hüccəci tis'ətin min sulbikə tasi'uhum qaimuhum. Ki, Həzrət dedi ki, sən seyyidsən, seyyid oğlusan, sən imamsan, imam oğlusan və imamların atasısan, sən Allahın höccəti və onun höccətinin övladısan. Sən Allahın höccətinin nəslindən olan 9 höccətin atasısan. Ki, o höccətlərin atasısan ki, onların 9-uncusu İmam Məhdi Əcəlallah fərəcəhdir. Və mərhum Şeyx Səduq yine Kəmaluddin və Tamamün Nimə kitabında ki, 261-ci səhifəsində mötəbər sənədlə nəql eləyir ki, bəs Həzrəti İmam Sadiq aleyhissalam qeyd edir pak ata-babalarından ki, orada Peyğəmbər sallallahu aleyhi və aleyhdən buyururlar ki, Ənə seyyidü mən xalaqallah əzzə və cəl və ənə xeyrun min Cəbrailə və Mikailə və İsrafilə və həmələtil arşi və cəmi'i mələikətillah el-muqarrabin və ənbiyəillahil mursalin və ana sahibu şəfaə vəl-havd-ı şərif ki, Həzrət burada dərəcələrin sayır, deyir ki, mən Allahın xəlq etdiklərinin ağasıyam, mən Cəbraildən, Mikaildən, İsrafildən, Allahın ərşini həmd edənlərdən, daşıyanlardan, Allahın ən yaxın müqərrəb mələklərindən və göndərdiyi peyğəmbərlərdən əfsələm, üstünəm. Mən şəfayətin sahibiyəm, mən şərəfli hovuzun sahibiyəm, yəni Kövsər hovuzu, mən Əli və birlikdə ikimiz bu ümmətin atasıyıq. Bizi tanıyan Allahı tanımışdır və bizi inkar edən Allahı inkar eləyibdir. Əlidən olan 2 nəvəm bu ümmətin nəvələridir. Behişt cənnət cavanlarının Seyyidi Həsən və Hüseynə aleyhissalama və Hüseynin nəslindən olan 9 imama itaət etmək, mənə itaət etməkdir və onlara itaətsizlik və mə'siyyətuhum, mə'siyyəti mənə qarşı itaətsizlikdir, günah etməkdir və tasi'uhum, qaimuhum və məhdiyuhum. Ki, 9-cu övlad da həmin o İmam Hüseyin aleyhissalamdan ki, Həzrətin deyir ki, min vuldil Hüseyin tis'ətul əimməti ki, 9 imam olacaq və o 9-cunun 9-uncusu, 9-un 9-uncusu ki, məhdiləridir, onların qaimləridir, Əcəlallah fərəcə. Və yaxud da başqa bir rivayətdə yenə də ki, Hüseyin bin Xalid İmam Rıza aleyhissalamdan, İmam Rıza aleyhissalam da pak ata-babalarından nəql edir rivayət, eyni, yəni elə bu mətinlə müvafiq olan bir mətindir və
başqa bir hədisdə hətta Peyğəmbər salavatıllahdan yine gətirir mərhum Şeyx Sadıq deyir ki, Həzrət deyir ki, Allah təbarək və Teala günlərin içində cümə gününü, ayların içində Ramazan ayını, gecələrin içindən də Qədr gecəsini seçdi və mən də bütün Peyğəmbərlərdən seçdi, əlini isə məndən seçdi, əlini bütün vəsilərdən üstün qərar verdi, Həsən və Hüseyni Əlidən, vəsiləri isə Hüseynin aleyhissalamın nəslindən qərar verdi və o vəsilər dində ifrata gedənlərin təhriflərini, batıl düşüncəli insanların dində etdikləri bidətləri və yolunu azanların, zəlalətə düşənlərin Quran haqqında batıl təfsirlərini Qurandan uzaqlaşdırar, qoruyarlar. Yəni onların 9-uncusu qaimdir, Acəlallah fərəcə ki, mahiyyət baxımından da, yəni Həzrət bunu açıq-aşkar görürük ki, bayan eləyir və İmam Hüseyn əleyhissalamın nəslindən olduğuna toxunur rivayətdə. Ki, bu haqda yəni çoxdur rivayətlər. Hətta başqa bir hədis var ki, məsələn İmam Sadiq əleyhissalamdan nəql olunan Şərhül Əxbarın sahibi gətirib, deyir ki, İmam Sadiq əleyhissalam buyurur ki, babam İmam Zeynul Abidin əleyhissalam bu cür deyibdi. Ondan İmam Mehdi haqqında sual edildi. Ənəhu suilə ənil Məhdi Əcəlallah fərəcə fəqalə huvə min vuldi ki, sual edəndə cavab verdi ki, o mənim övladlarımdandır. Yəni mənim övladlarımdan biri olacaq. Çünki İmam Zeynul Abidin əleyhissalamın nəslindən gəlir də. Ki, bu rivayət var. Sonra başqa hədislərimiz var ki, İmam Baqir əleyhissalamın nəslindən olduğu deyilir. Görün, nə qədər hədislərimiz var. Məsələn, bir rivayətdə mərhum Şeyx Numani Əl-Qeybədə gətirir, Əbu Hamzə Somalidən ki, deyir, bir gün İmam Baqir əleyhissalam yanındaydım. Kuntu ində Əbu Cəfərin Muhammedin bin Ali Əl-Baqir əleyhissalam zətə yevmin fələmmə təfərrəqa mən kənə indəhu qalə li yə Əba Həmzə minəl məhtum əlləzi lə təbdilə ləhu indəllah qiyamu qaiminə fəmən şəkkə fīmə əqulu ləqiyəllah subhanəhu və təalə və huvə bihi kafirun və ləhu cahidun sümmə qal. Deməli, İmam Baqir əleyhissalam deyir ki, onun yanında başqa adamlar var idi və mənə belə dedi onlar gedəndən sonra ki, ey Əba Həmzə, Allahın yanında və mütləq dəyişməyən məsələlərdən də biri bizim qaimin qiyamıdır və mənim dediyimə şübhə ilə yanaşan, şəkk eləyən şəxs Allaha küfür etmişdi və küfür inkar halında Allahla görüşər. Yəni qiyamət günü Allah onu dirildəndə küfür və inkarcı kimi dirilər. Və imam deyir ki, atam anam ona fəda olsun. Sonra dedi, atam anam o şəxsə fəda olsun ki, adı mənim adımdan, künyəsi mənim künyəmdən və məndən də sonra 7-ci şəxsdir. Atam fəda olsun o şəxsə ki, yer üzü zülm və haqsızlıqla dolandan sonra onu ədalətlə dolduracaq. İmam Əbu Həmzəyə xitab edir, ya Əbu Həmzə, kim onu görüb tabi olmasa Muhammed və Əlinin aleyhissalamın elə bil özünə itaətsizlik edibdir, itaətdən çıxıbdır və Allah cənnəti ona tabi olmayana haram eləyəcək, cəhənnəm oduna atacaq və bu zalimlar üçün də çox pis yerdir. Və yaxud başqa bir hədisdə Şeyx Hür Amili İsbatül Hudadda gətirir. İmam Baqir əleyhissalam nəql eləyir. Ondan da nəql eləyən ravi Əbu Səfiyyə ki, künyəli Sabit bin Dinardır. Deyir ki, İmam Hüseyn əleyhissalamdan nəql olur. İmam Hüseyn əleyhissalamın dilindən nəql edir İmam Baqir əleyhissalam. Ki, İmam Hüseyn əleyhissalam bu cür buyurubdur. Allah təbarək və təala bizim qaimimizi aşkara çıxardacaq ki, zalimlardan, zülm əhlindən fəyyəntəqim minəz zalimin, zalimlardan qisas alsın. Fəqilə ləhu yəbdə Rasulillah mən qaimkum ki, bunu deyəndə deyir, Həzrətə sual verirlər ki, sizin qaiminiz kimdir? İmam deyir cavabında buyurdu ki, aleyhissalam o hüccətdir. Həsən ibn Ali ibn Muhammed ibn Ali ibn Musa ibn Cəfər bin Muhammed bin Ali, yəni oğlum Muhammed bin Əlinin nəslindən olacaq 7-ci şəxsdir. Yəni ki, Sabi'u min Vuldi ibn Muhammed ki, 7-ci övlad olacaq ki, o həmin şəxsdir ki, uzun müddət bir qeyb dövrü olacaq
ki yəğibu muddətə tavilə sümmə yəzhəru və yəmlə'ul arda qistən və adlən kəmə muləətil cəvra və zülmən. Həzrət deyir ki, bəs bu həmin şəxsdir ki, o kəsdir ki, uzun bir qeyb olacaq və sonra zuhur edəcək, zülm və haqsızlıqla dolu olan yeri ədalətlə bərpa eləyəcək. Sonra başqa bir hədisdə mərhum Şeyx Numanın Əl-Qeybə kitabının 96-cı səhifəsində mötəbər sənədli rivayətdə Əbu Bəsir Əbu Həmzə Somali ilə bir yerdə olduğu nəql olunur ki, Əbu Bəsir ilə Əbu Həmzə Somali deyir, mən bir yerdə idik. İmam Baqir əleyhissalamın qulamı da bizimlə idi. İmamın qulamı dedi ki, mən İmam Baqir əleyhissalamdan eşitdim ki, buyurdu, bizim nəsildən 12 mühəddis var ki, və məndən sonra onların 7-ci övladım qaimdir, əccəlallahu fərəcə. Və Əbu Bəsir də deyir, qalxdı ayağa ki, fəqamə ileyhi Əbu Bəsir fəqalə əşhədü ənə səmi'tu Əbu Cəfər əleyhissalam yəqul ləhu munzu 40 sənə ki, bəs deyir, Əbu Bəsir dedi ki, şəhadət verirəm ki, mən də İmam Baqir əleyhissalamdan bu cür eşitmişəm. İmam düz 40 ildir ki, bunu deyir. 40 ildir ki, bu sözü yəni təkrar edici olmaq üçün. Və yaxud da başqa hədislərimiz var. İmam Zaman Əzzələ Fərəcəhin Həzrət İmam Sadiq əleyhissalamın nəslindən olmasını deyir. Məsələn, yenə də baxsaq biz Şeyx Quleyni Rəhmətdin Əl-Kafisində ki, mötəbər sənədlə 1-ci cildin 397-ci səhifəsində orada qeyd olunur rivayət Aban ibn Təqlibdən ki, deyir, Səmi'tu Əbu Abdullah aleyhissalam yəqul, lə təshabud dünya həttə yəxrucə rəculun minni yəhkumu bi hukuməti Ali Davud və lə yəsəlu bəyyinətən yu'ti kullə nəfsin haqqaha. Ki, Həzrət deyir ki, mənim nəslimdən bir kişi zuhur etməyənə qədər dünya məhv olmayacaq, aradan getməyəcək. Yəni, qiyamət olmayacaq mənasında. O şəxs də gələcək Davudun hökmü ilə hökm edəcək və sübut da istəməyəcək. Hansı dəlil sübut istəməz. O, hər bir şəxsin haqqını özünə verər, əda eləyər. Mərhum Şeyx Tusi rəhmətullah aleyhin də Əl-Qeybəsində həmçini bir mötəbər sənədli rivayət var ki, 188-ci səhifəsində ki, Yahya bin Əla Ər-Razi nəql edir ki, yəni İmam Sadiq əleyhissalamdan eşitdim ki, fəyəqul, İmam bu cür deyir, yunticullah Teala fi həzihil ümmə rəculən minni və ənə minhu ki, yəsuqullah Teala bihi bərəkətis səməvat vəl-ard fətuzilus səmə qataraha və tuxricə əl-ardı bizəriha. Xülasə, Həzrətin dediyi hissə mərhum şeyx deyir ki, deməli, Yahya bin Əla Ər-Razi deyir ki, İmam Sadiq əleyhissalamdan belə eşitdim. Allah təbarək və təala mənim nəslimdən olan bir kişini ki, mən də ondanam, bu ümmətə seçəcək. Yəni, mən ondanam, o da məndəndir. Ki, bu ümmətə seçəcək, Allah təbarək və təala yerin və göyün bərəkətlərini ona tərəf döndərəcək və asimandan yağış nazil edəcək ki, səmada. Yer üzü bütün məhsullarını zahir edəcək, yerin bütün vəhşi heyvanları və yırtıcıları aram olacaq. O yer üzü zülm və haqsızlıqla dolandan sonra bütün zalimları məhv edəcək və ədalətlə bərpa edəcək. Cahillər də deyəcək ki, belə düşünəcək ki, Ləv kana həzə min zurriyyətin Muhammedin sallallahu aleyhi və aleyh lə rəhimə. Deyir, əgər bu şəxs Muhammedin sallallahu aleyhi və aleyhin nəslindən olsaydı, rəhm edərdi, mərhəmət göstərərdi. Sonra məsələn bir dəstə hədislərimiz var. Məsələn orada İmam Hüseyn Kazım əleyhissalamın övladı olması qeyd olunur, onun nəslindən olması. Məsələn Səfvan bin Mehranın nəql elədiyi bir hədis İmam Sadiq əleyhissalamdan. Ənəhu qal, İmam bu cür buyurdu. Mən əqarra bi cəmi'il əimməti və cəhədəl məhdiyyə kənə kəmən əqarra bi cəmi'il ənbiyə və cəhədə Muhammedən sallallahu aleyhi və aleyh nübüvvətəhu. Deməli, İmam Sadiq əleyhissalam deyir ki, bütün imamları təsdiqləyib. Yalnız İmam Məhdi Əzzələ Fərəcəhi inkar edən şəxs ki, bütün peyğəmbərləri təsdiq,
sonuncu İslam peyğəmbərini inkar etmiş kimidir. Bu cür məsələdir. Və imam deyir, ona sual edildi ki, bəs ey peyğəmbərin balası, fəmən el-mühdiyyu min vuldikə, deyir, sənin övladlarından olan Mehdi kimdir? Ki, sənin övladlarından olacaq, o kimdir? Deyir, imam buyurdu ki, nəslimdən olacaq 7-ci şəxsdir. Əl-xamis min vuldi sabi, 7-ci imamın 5-ci övladı olacaq. Yəni, mənim nəslimdən olan 7-ci imam ki, gələcək, onun 5-ci övladıdır. Ki, onun vücudu sizdən qeybdə olacaq, şəxsiyyəti və onun adını çəkmək isə sizə halal deyildir. Lə yəhullu ləkum təsmiyyətuhu, ki, Həzrət buyurur ki, onun adının deyilməsi sizə halal deyildir. Sonra başqa bir rivayətdə mərhum Şeyx Sadıq rəhmətullah yenə Kəmaləddinin 361-ci səhifəsində ki, qeyd eləyir Yunus bin Əbdürrəhmandan ki, mötəbər sənədlə İmam Musa Kazım əleyhissalamın məzhərinə daxil oldum və sual elədim ki, ey peyğəmbərin balası, nə üçün haqq olaraq qiyam eləmirsən? Deyir, imam cavabında buyur ki, ənəl qaim bil haqq və ləkinnəl qaiməlləzi yutəhhirul ərda min ə'daillah əzzə və cəl və yəmləuhə ədlən kəmə muliət cəvran və zulmən huvəl xamisu min vuldi ləhu qeybətun yətulu ki, əməduhə. Həzrət burada deyir ki, İmam Baqir əleyhissalam, İmam Kazım əleyhissalam burada buyurur ki, mən haqq üçün haqla qiyam edənəm, amma mən sırf dünyada bütün zülmü, fəsadı aradan aparıb onu ədalətlə doldurmağı edəcək şəxs o kəsdir ki, mənim belə deyək də övladlarımın 5-cisi olan qaimdir, Əcəlallah fərəcə. Ki, o gələcək yer üzərində, yəni düşmənlərdən təmizləyəcək Allah düşmənlərindən və ədalətlə bərpa edəcək. O qeybdə olacaq, onun üçün qeybət var və bu da uzun olacaq, yəni tez bitməyəcək həmin qeyb dövrü. Sonra məsələn, mərhum Şeyx Kuleynin Əli ibn Cəfərdən nəql elədiyi rivayət var ki, mötəbər sənəddə Kafidə İmam Kazım əleyhissalam belə deyib, Əli ibn Cəfər deyir ki, İmam Musa Kazım əleyhissalam ki, onun qardaşı düşürdü, deyir, bu cür dedi ki, 7-ci imamın 5-ci övladı qeybə çəkilən zaman öz dininizdən möhkəm tutun və Allahı daim zikr edin ki, heç kəs sizi öz dininizdən ayırmasın ki, sizi yəni zəlalət aparmasın, oradan ayrı salmasın. Görürsünüz, dindən möhkəm tutmamaq, düzgün maariflənməmək nəticəsində insan müxtəlif sektaların qurbanına çevrilir. Məsələn, rivayətin ardında deyir, sual verdi. Mən ki, qultu ya seyyidi, mənəl xamisu min vuldi sabi. Deyir, sənin övladlarının o 7-ci imamın, yəni 7-cinin 5-ci övladı kimdir? Kim olacaq? Ki, Həzrət dedi ki, ya bunayya uqulukum təsğuru ən həzə və əhlamukum taziq ən həmlihi. Deyir, ey mənim övladım, sizin dərkiniz, əqliniz buna acizdir və fikirləriniz buna yetmir. Amma əgər sağ qalsanız ki, onu görəcəksiniz ki, çünki tarixdə biz baxırıq ki, İmam Musa Kazım əleyhissalam vəfatı ilə İmam Zaman Əcəlallah fərəcəhin təvəllüdü arasındakı vaxt, yəni belə deyək də, bir insan elə ömrü qədər bir vaxt müsafir. Çünki Həzrəti İmam Kazım əleyhissalam şəhadətə qovuşub 183-cü hicrilində, İmam Zaman Əcəlallah fərəcəh də dünyaya gəlibdi, viladət olubdu 255-ci ildə. Yəni müddət elə bir insanın normal yaşam təqvimidir ki, ömrü çatıb görə bilərdi. Və başqa bizim yenə rivayətlər var ki, o İmam Rıza əleyhissalamın nəslindən olmasını bəyan edir İmam Zaman Əcəlallah fərəcə. Məsələn,
Rəyyan bin Səbitin nəql etdiyi hədis var. Mərhum Şeyx Sadıq rəhmətli Kəmaluddində 359-cu səhifədə gətirir. Həmçinin Şeyx Təbəsi də Dəlailül İmamənin 534-cü səhifəsində bunu rivayəti gətirir. Ki, ta sənədi mötəbər olaraq Əbu Səd qeyd edir ki, İmam Rıza əleyhissalama dedim, sən bu əmrin sahibisənmi? Bu əmr deyəndə, yəni o qiyam edəcək vilayətin sahibi ki, Həzrət dedi ki, bəli, mən vilayətin sahibiyəm. Ənə sahibil həzəl əmr və ləkinni ləstu billəzi əmləvhə ədlən kəmə muliət cavran və keyfə əkunu zəlikə ələ mə tərə min də'fi bədəni. Ki, Həzrət deyir ki, mən bu əmrin sahibiyim, yəni vilayət sahibim, bəli, mən vilayət əhliyim, imama, amma zülm və haqsızlıqla dolan yeri ədalətlə dolduracaq kəs deyiləm. Necə həmin şəxs ola bilərəm ki, bir halda ki, bədənimin özü zəifdir, gücdən düşmüş haldadır. Amma qaim o kəsdir ki, qoca yaşlarında qiyam etsə də cavan kimidir. Onun bədəni o qədər güclüdür ki, yerin ən böyük ağacına əlini uzatsa, onu yerindən qoparar. Əgər dağlarda nida çəksə, fəryad eləsə, dağlar və qayalar titrəyər səsindən. Musanın əsası Süleymanın üzüyü ondadır. O mənim nəslimdən 4-cü şəxsdir. Allah onu öz pərdəsi arxasında gizlədəcək, yəni qeybdə olacaq. Sonra onu aşkar edəcək, yəni zühur edəcək və o yer üzü zülm və haqsızlıqla dolduğu halda onu ədalətlə bərpa edəcək. Ki, başqa bir hətta Hüseyin bin Xalid sənədi ilə nəql olunmuş başqa bir hədisdə Şeyx Sadıq rəhmətullah onu İmam Rıza əleyhissalamdan yenə nəql edir ki, təqvası olmayan şəxsin, dini təqiyyə etməyən şəxsin imanı yoxdur. Sizin Allah yanında ən əziz olanınız təqiyyə daha çox riayət eləyəninizdir. Bu imamın bir göstərişidir möminlərə ki, İnne əkrəməkum indəllah ə'məlukum bittaqiyyə. Fəqilə ləhu yəbnə Rasulillah ilə mətə. Ki, sual verilir ki, Peyğəmbərin balası nə vaxta qədər, haçına qədər. Deyil, Həzrət buyurdu ki, məlum vaxtın çatmağına qədər ki, ta ki, o məlum vaxtda deyil, zührün baş verməsi. O günə qədər ki, biz Əhl-i Beyt əleyhissalam olan qaim qiyam edəcək və bizim qaim əcəl və fərəzi zühur etməzdən öncə təqiyyəni buraxan şəxs də bizdən deyil ki, o şəxs ki, təqiyyədən xaric olsun. Deyir, imama dedilər ki, bəs ey Peyğəmbərin balası, sizin Əhl-i Beytdən olan qaim kimdir? Deyir, Həzrət buyurdu ki, Ər-Rabi min Vuldi İbn Seyyidətil İma ki, dedi, mənim nəslimdə olan 4-cü şəxsdir, 4-cü övladdır və o kənizlərin ağasının oğludur, Seyyidinin oğludur. Ki, yəni İmam Həsən Əskəri əleyhissalamın şəhərə vurur. Məsələn, sonra rivayət var, İmam Cavad əleyhissalamın nəslindən olduğu deyilir. Məsələn, hədis gəlir mərhum Şeyx Sadıq Kəmaluddin kitabında və həmçinin Şeyx Xəzəz Qumuzun Kifayətül Əsər kitabında da keçir. Ki, rivayətdə nəql edən Əbdüləzim Həsənidir. Əbdüləzim Həsəni, Şah Əbdüləzim reydə olanlar onu ziyarət ediblər. Allah şəfaətini nəsib eləsin bizlərə, çox əzəmətli şəxsiyyət olub. Onun haqqında məsumların özü əzəmətli sözləri var ki, deməklə, vəsflə, maşallah, qutarmaq olmaz. Ki, Əbdüləzim Həsəni deyir ki, İmam Cavad əleyhissalam məzhərinə gəldim, daxil oldum yanına, imamdan qaim əcəlallah fərəcə haqqında soruşmaq istəyirdim ki, Məhdi odur, yoxsa o deyil. Deyir, imam özü başladı danışmağa ki, Həbdədəni fəqaləli. Deyir, yəni mən başlamamış, imam özü başladı danışmağa və dedi ki, ey Əbəl Qasim, ki, Əbdüləzim Həsəninin künyəsidir Əbəl Qasim, innəl qaimə minnə huvəl məhdiyyülləzi yəcibu ən yuntəzərə fi qeybətihi və yuta'a fi zuhurihi və huvə salisu min vuldi. Məsələ budur. Deyir, bizim qaimiz həmin o Mehdidir ki, onun qeybə çəkiləcək olacaq və onun intisarında olmaq vacibatdır və o zuhur edərkən ona itaət etmək vacibdir. O məndən sonra nəslimin onun 3-cü övladımdır. Yəni, mənim övladlarımın 3-cüsüdür ki, zuhur eləyəcək imam odur. Sonra, məsələn, başqa bir hədis var. Əbdüləzim
yenə Həsəni nəql edibdir. Həmin hədisdə eyni bunu kimi fərq nədir? Rivayətdə İmam Hadi əleyhissalamın nəslindən olur. Çünki Əbdüləzim Həsəni 4 imamın, bəzi alimlər 3 deyiblər, amma 4 imamın 2 səhabəsi olubdur. Ki o da sonuncusu İmam Hadi əleyhissalamdır. Ki İmam Hadi əleyhissalamın deyir, yanına daxil oldum və məni gördü, dedi ki, xoş gəlmisən, ey Əbəl Qasım, sən həqiqətən də bizim dostlardansan, bizim tərəfdarlardansan. Salamlaşdı. Özləri bizim haqqımızı tanıyanlardansan. Ki imam deyir ki, əntə vəliyyünə haqqa. Deyir, qultu ləhu yəbdə Rasulillah inni uridu ən əildə ələykə dini fə in kanə mərdiyyən səbəttu aleyhi hətta əlqallah əzzə və cəl. İmana bax, dedi ki, ey Peyğəmbərin balası, öz dinimi sizə deməyə gəlmişəm. Əgər onu qəbul etsəz, xoşunuza gəlsə, Allahla görüşə gedənə qədər həmin dində də qalacaq. İmam deyir, mənə dedi ki, denən. Hati, denən. Mənə ver, təqdim elə. Ya Əbəl Qasım. Deyir, mən də dedim. İnni aqulu, həqiqətən də mən deyirəm. Etiqadım budur ki, Allah bir təkdir. Leysə kəmislihi şey, onun bənzəri, oxşarı yoxdur. O ibdal və təşbih hüdudlarından kənardır. Ki, yəni, orada Allahın nə məhdudiyyəti yoxdur, nə də Allah mistaqında biri yoxdur. Ki, ona bənzər kimisə misal gətirəsin. Yəni, Allahın həddi də yoxdur. Deyir, onun cismi, surəti, cövhəri, ərəzi yoxdur. Əslində cismə vücud verən, surətlərə təsvir verən, ərəz və cövhərə həyat verən odur. Hər bir varlığı xəlq edən, hər bir şeyin Rəbbi, sahibi odur. Ki, daha sonra qeyd edir ki, mən etiqad edirəm ki, Muhammed sallallahu aleyhi və aleyhi Allahın bəndəsidir, Allahın göndərdiyi rəsuldur və sonuncudur və qiyamət gününə qədər ondan sonra bir Peyğəmbər gəlməyəcək, onun dini qiyamət gününə qədər sonuncu bir dindir ki, və mən etiqad edirəm ki, Muhammed sallallahu aleyhi və aleyhdən sonra onun canişini, vəziri, vəsisi, əmir-ül-müminin Əli ibn Əbi Talibdir, ümmətin imamıdır, vəlisidir. Sonra Həsən və Hüseyn, onlardan sonra Əli ibn Hüseyn, sonra Muhammed ibn Əli, sonra Cəfər ibn Muhammed və Musa ibn Cəfər və Ali ibn Musa və Muhammed ibn Əli və daha sonra sizsiniz, ey mənim seyyidim. Deyir, imam dedi ki, məndən sonra övladım Həsən mənim vəsim olacaq. Bəs onun canişini, vəsisi insanlar arasında necə olacaq bilirsənmi? Deyir, mən sual etdim ki, necə olacaq mənim seyyidim? Deyir, o gözə görünməyəcək, yəni qeybə çəkiləcək. Zuhur edib zülm və haqsızlıqla dolmuş yeryüzünü ədalətlə bərpa edəcək və o vaxta qədər onun adının çəkilməsi halal deyil. Ki, yəni onun adı çəkilsin. Deyir, sonra qal, fəqultu, əqrartu və aqul. Ki, deyir, bu sözdən sonra mən dedim imama ki, mən onu təsdiqləyirəm və inanıram ki, onları sevən Allahı sevəndir, onlara düşmən kəsdən Allaha üsyan etmiş və düşmən olan kəsdir, onlara itaət etmək Allaha itaətdir və onlara qarşı çıxmaq da Allaha qarşı çıxmaq üsyandır. Və başqa bir hədislərdə də sabitdir ki, Həzrəti İmam Həsən Əskəri əleyhissalamın övladıdır, yəni də bu qaçılmazdır rivayətlərdə, çünki bir mənalı şəkildə bunlar bizlərə gəlib çatıbdır. Məsələn, hədislərin birində mərhum Şeyx Sadıq Kəmaluddin və Tamamün Nimənin 479-cu səhifəsində mötəbər sənədlə ki, nəql edib də Əllamə Məclisi Biharda da həmçə 51-ci cilddə bu rivayəti gətirib. Əli ibn Həmmam nəql edir ki, Muhammed bin Osman ki, əmiri Qaddasallahu və ruhəh yaqul, səmi'tu əbi yaqul, su'ilə Əbu Muhammedil Həsən ibn Aliyin aleyhissalam və ana indahu ənil xəbərilləzi ruviyə ən əbəihi aleyhissalam ənəl ərdə lə təxlu min hüccətillah.
ala xalqihi ilə yevmil qiyameh. Və annəmə mən mətə və ləm yərif imamə zəmanihi mətə mitətən cahiliyyətən fəqalə aleyhissalam. Deyir, həmin bu Muhammed ibn Osman Əmri ki, Allah ona ruhunu pak eləsin, müqəddəs qərar versin ki, belə deyir, eşitdim ki, atam deyir ki, bir gün ki, İmam Həsən Əskəri Əleyhisselamın yanındaydım və ki, deyir, məsum oradaydım və o imamdan aleyhissalamdan nəql edilən bir hədis barəsində sual edilər ki, bəs yer üzü qiyamətə qədər hüccətsiz qalmaz və kim ölsə də zəmanəsinin imamın tanımadan ölsə, cahiliyyət ölümündəki ölmüş kim olar? İmam dedi ki, bəli, bu həqiqətdir və doğrudur. Yəni, həqiqətən də düz deyilir. Kəma ənnən nəhərə haqqın. Necə ki, gün kimi, gündüz kimi açıq aşkardır. Onun kimi haqdır. Yəni, gündüzü necədir, biz inkar edə bilmirik. Yəni, gündüzdür, məsələn, gün çıxır, ya buludlu olur və s. Amma gündüzdür, gün kimi açıqdır. Və Həzrət dedi ki, bunu kimi tam açıq, haqq olan bir şeydir, həqiqətdir. Deyir, soruşdular ki, yenə də, ey Peyğəmbərin balası, səndən sonra hüccət və imam kimdir? Deyir, Həzrət buyurdu ki, oğlum Muhammed məndən sonra imam və hüccətdir. Kim ölərkən də onu tanımasa, onun ölümü cahiliyyət ölümünün, insanların ölümü kimi olacaq. Sonra, məsəl üçün, başqa bir rivayətdə Muaviyyə bin Həkim, Muhammed bin Əyyub bin Nuh, məsəl üçün, onlar nəql edir İmam Həsən Əskəri Əleyhisselamdan ki, Həzrətin evində idi, özdə 40 nəfər idik. Nəhnu fi mənzilihi və kunnə 40 rəculən fəqalə. Deyir, 40 nəfər də kişi oradaydıq. Bu zaman deyir, imam bizə belə dedi, bu Məhdi məndən sonra sizin imamınızdır, mənim xəlifəmdir, vəsimdir. Ona itaət eləyin və əti'uhu və lə tətəfərraqu ki, min bə'di fi ədyanikum və təhliku. Həzrət deyir ki, ona itaət edin. Məndən sonra dini mövzularda parçalanmayın, firqələrə bölünməyin və ixtilaf salmayın. Çünki həlak olarsınız. Həlak olarsınız, ölərsiniz, məhv olarsınız. Və məndən sonra ki, yəni bu məsələyə düşməmək üçün bilin ki, onu məndən sonra görməyəcəksiniz. İmam nə deyir? Deyir ki, onu məndən sonra heç vaxt görməyəcəksiniz. Bu formada Həzrətə deyir. Və deyir, biz imamın yanından çıxdıq. Bir neçə gün sonra Əbu Muhammed aleyhissalam, yəni İmam Həsən Əskəri aleyhissalam dünyasını dəyişdi, vəfat etdi, şəhadətə qovuşdu. Yaxud da başqa bir hədisdə Əhməd bin İshaq bin Səd Əşəri deyir ki, İmam Həsən Əskəri aleyhissalamın yanına daxil oldum, ondan xəlifəsi haqqında soruşdum. O da mənə imam buyurdu ki, ey Əhməd bin İsa, Allah Teala Adəmin xilqətindən bu günə qədər yer üzünü hüccətsiz qoymuyor və qiyamətə qədər də belə olacaq. Allah Teala hüccətinin əli ilə yeri bəlalardan qoruyur, yağış göndərir və bərəkət neməti zahir edir. Deyir, mən də sual verdim ki, ey Peyğəmbər balası, Yəmnə Rasulullah, bəs səndən sonra imam və canişin kimdir? Deyir, ayağa qalxdı, içəri otağa keçdi ki, sonra qucağında bir oğlan uşağı ilə xaric oldu və uşağın da təqribən 3 yaşı olardı. Onun çöhrəsi 14 gecəlik bədirlənmiş ay kimi idi, parlaq idi və deyir, İmam Aleyhisselam dedi ki, ey Əhməd ibn İshaq, əgər sənin Allah və hüccətlərinin yanında xüsusi bir məqamın olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı və künyəsi, Rəsulullahın adı və künyəsinin eynidir, həmin şəxsdir ki, yer üzü zülüm və haqsızlıqla dolandır, ədalətlə doldurar. Ey Əhməd, mənim ümmətim arasında bu şəxsin məsələsi Xızır və Zülqərneynin məsələ kimidir? Allah təbarək və Teala'ya and olsun. Onun qeybə çəkildiyi bir dönəm olacaq, zaman olacaq və həmin dövrdə yalnız imamət etiqadında möhkəm qalan insanlar və imamın zühurunun tezləşməsi üçün dua edən şəxslər nicat tapacaqlar. Yəni onlar qurtuluşa çatacaqlar. Ki, daha sonra deyir, mən sual elədim ki, ey mənim Mövlam, bəs bunun bir əlaməti varmı ki, ürəyim şəkdə olmasın və tam inanaq? Deyir, bu zaman həmin o körpə dil açdı, ərəb dilində tam aşkar, fəsahətli, bəlağətli şəkildə dedi ki, mən Allahın yer üzərində saxladığıyam və onun düşmənlərindən intiqam alan şəxsəm.
Həzrət öz ləqəbini deyir. Ənə bəqiyyətullah, Allahın dini saxladığı nemətən fil ardı vəl muntaqimu min ədaihi fələ tətlub əsərən bə'də ən ya Əhməd bin İsaq. Deyir, bu sözləri dedi ki, mən Allahın yer üzərindəki nemətiyəm, diri nemətiyəm və onun düşmənlərindən intiqam alan şəxsəm. Sən özün həqiqəti görürsənsə, əlamət axtarma, ey Əhməd bin İsaq. Deyir, çox şad oldum və bu halda oradan çıxdım. Səhəri günü yenidən İmam Həsən Əskər əleyhissalamın məzhərinə getdim. Dedim ki, Yəbnə Rasulullah, övladınızı mənə minnət qoyduğunuz üçün çox sevinirəm. Lakin bilmək istəyirəm ki, Xızır və Zülqərnəyn hansı ilahi sünnəsi İmam Mehdiyə, Əcəlallah Fərəcəhə də aid olacaq. Deyir, İmam mənə dedi ki, ey Əhməd, onun qeyb dövrünün uzun müddətli olması. Mən də sual elədim ki, bəs onun qeybdə olduğu dövr çoxmu belə uzanacaq? Həzrət dedi ki, bəli, and olsun Allaha o qədər uzanacaq ki, imamın zühur edəcəyinə inananların bir çoxu bu əqidədən çıxacaq. Və yalnız o şəxslər bu inancda sabit qalacaq ki, onlar bizim vilayətimizə inanır və imam onların qəlbində və ruhunda kök atıbdır. Yəni, etiqad olaraq imamət. Və Həzrət sonunda belə deyir ki, ey Əhməd bin İsaq, bu Allahın sirlərindən və qeybi işlərə aid məsələdir. Sənə göstərdiyimi al və gizlət. Şükür edənlərdən ol ki, həmd eləyənlərdən ol ki, sabahlarım Allah yanında bizimlə olasan. Yəni, qiyamət günü bizimlə bərabər, belə deyək ki, olasın. Və xülasə, yəni bu rivayətlər ümumilikdə bizi üçün həqiqətən göstərir ki, doğrudan da İmam Zaman Əcəlallah Fərəcə həqiqətən də mübarək bir pak nəsildəndir. Yəni o qədər həddə bizim əlimizdə dəlillər mövcuddur ki, biz bunu inkar edə bilmərik ki, Peyğəmbər sallallahu aleyhi və aleyhin, xanım Zəhra sallallahu aleyhi və salamın və İmam Həsən, İmam Hüseyin aleyhissalamın ki, mübarək nəslinə, ailəsinə, əhl-i beytə daxil deyil. Bunu demək üçün gərək tutarlı bir sübut olsun. Əksinə, bu fikri zəif çıxardan kifayət qədər dəlillər və səhih mötəbər rivayətlər var. İstəyir mənəvi təvatür həddində, istəyir ləfsi təvatür haqqında rivayətlər mövcuddur və nəticə etibarı ilə bu mövzularla da rivayətləri ki, zikr elədi. Biz üçün bəlli oldu ki, deməli, Həzrət İmam Məhdi Əcəlallah Fərəcə bu pak nəslin üzvüdür, bu pak ailənin ki, sülbündən gəlibdir. Vəlhamdülillah Rabbil aləmin.